Müəllim, böyük basketbolda qovulan oyuncunun yerinə neçə saniyə ərzində mütləq oyuncu girməyi? Əgər imkan varsa oxusadır, Yoxdursa da girmir. Yaxşı. Bəs belə bir sual verir. Sərbəst atışları həmişə kim yerinə yetirir? Ona kimə qarşı olursa. Aha, komandanın faal limiti perioddan perioda keçir, sıfırlanır. Komandanın ki, keçirir, oyuncunun ki, keçirir. Aha, oyuncunun ki keçirdi. Ümumi görüş ərzində oyuncunu oyundan çıxarda bilən faallar hansılardır? Texniki faaldır, qeyri-idman faaldır, diskalifiya faaldır. Qəşəng. Qeyri-texniki faaldır, qeyri-idman faaldır, diskalifiya faaldır. Fərdi faal neçədə nədir? 5 dənə. Yan xəttdən topu 5 saniyə ərzində ata bilməmək sizə faal olaraq yazılır, yazılmır? Yox, Yazılır. Niyə yazılmır ki? Qarşılıqlı faala atış verirlər, vermirlər? Vermirlər. Qəşəng, qarşılıqlı faala atış verilmirdi. Hücum faalı neçə sərbəst atışla cəzalandırılır? Hücum faalı mənim. Əgər hücum faalına atış verilmir. Aha, bəs komanda faal limitini doldurduqdan sonra hücum faalı eləyərcə oyun necə davam eləyirdi? Top rəqibə keçir. Qəşəng, top rəqibə keçirdi. Rəqib üçün top rəqibə keçdikdə rəqib üçün hücum vaxtı açılan neçə saniyə alırdı? 24. 24 saniyə. Rəqib səbətinin altında topla neçə saniyədən artıq dribling eləmək qayda pozuntusudur. 3 saniyədən artıq. Belə deyək deməlim sizə sərbəst atışı yerinə yetirən oyuncunun neçə komanda yoldaşı 6.75-lik xəttin xaricində olur? 2 dənə. Aha, 6.75-lik xəttin daxilində sərbəst atışı yerinə yetirən oyuncunun neçə komanda yoldaşı olmur? Olmursa da 2. Qəşəng, bəs olsaydı? Olsaydı 3. Hə, olsaydı 2-dir. Olsaydı. Bax, olmur da 2-dir. Olur da 2-dir. Aha, bəs sərbəst atışı yerinə yetirən oyuncunun, sərbəst atışı yerinə yetirən komandanın neçə oyuncusu olur? Sərbəst atışı yetirən komandanın neçə oyuncusu Hə. olur? Onda olacaqdı 3 dənə. Ay, sol. Onda olacaqdı neçə dənə? 3 dənə olacaqdı. Yaxşı. Sual cavablar ona. Aha. Hə. 3 dənə olacaqdı. Belə deyim də, yan xəttdən atılan top birbaşa rəqib səbətinə atmanız qayda pozuntusu sayılır. Qayda pozuntusu. Qəşəng. Dəyişəndən sonra vaxt atılır. Hə, bir oyuncu bilərəkdən topu öz səbətinə atanda nə olur? Təsadüfən atanda nə olur? Bilərəkdən. Bilərəkdən atarsa cəzadır. Bilməyərəkdən atarsa rəqib komandanın kapitanın hesabına qalır. Aha, kapitanın hesabına. Oyuncu dəyişdiyin oyunda kapitan falan tələb eləyə bilir. Yox, məşqçi tələb edir. Niyə kapitan və yoxsa da məşqçini eləyir? Tələb eləyə bilərdi aynen. Olmasa məşqçi. Hə, olmasa. Sonra gəldik nəyə? Voleybolda neçə dənə video görüntü tələb eləmə şansımız var? Bu sual cavab falı. İstənilən qədər. Aha, istənilən qədər haqlı olaraq.